şəhid Hüseyn var, Nardaran şəhidlərindəndir. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bir qazi deyirdi ki, 3 gün idi, susuyduq, balaca qablarda su gəlib çatdı bizə, hamımız, ciyərlərimiz yanırdı sudan, içdiyi suyu, namaz vaxtı idi, dəstəma su axtardım. Hüseyin özü namaz qılmırdı, deyir, götürüb gəldi, cibindən suyu çıxartdı, dedim, sən içməmişsən suyu, yox, dedi, bildim ki, namaz qılanda sən dəstəma su axtaracaqsan, saxladım, mən içmədim suyu. Allah bura baxır, bəzi şeylər var ki, qayda qanunlardan çıxıb, insanın ürəyi yeni qayda qanun təyin edir. Amma ürək Allahla döynəndə belə olur. Deyil, onsuz da müharibədir. Mən su içməsəm nə olacaq? O namaz qılmasam ama nəsə olar? Görürsünüz? Gəldi oldu nə? Şəhid. O namaz qıldı, yaşayır, o şəhid oldu. Əbədi yaşayışı seyr edir. Əbədi yaşayışıdadır. Qurban olma Allah'a. Misalları deyirəmsə rahat olsun bizim üçün. Bizim içimizdəndir bu insanlar. Bizlərdən biridir. Bir gün o da bir qədir gecəsində idi. Amma demişdi Allah ilahi, ola bilsin indi mən səhər bacarmayayım. Ola bilsin bir gün bacarmayayım. Amma ilahi, sənə söz verirəm. Bu sözü vermək lazımdır Allah'a. İlahi, bir gün hamısını atıb qırağa gələcəm sənə. Bir gün bu gücü tapacağım özümdə, gələcəm sənə qapıba. Söz versin ki, ilahi, əmin ol ki, özün şahidsən ki, bəyənmirəm etdiyim işləri. Amma bir gün gələcəm sənə qapıba. Şəhid elçin, bəzi xüsusiyyətlər var ki, Allah olaraq xüsusi baxır. Mən özümdən danışılasa bir şey yoxdur axı danışım, ona görə misal çəkirəm sizin üçün bunları. Deyir, qonşularımda baxıram ki, necə olur da gedir şəhid olur, adam araşdırmalı deyə bunları. Qonşuluğunda bir ailə vardı, şəhid elçin günün. Deyir, o ailənin ki, oğlu yoxdur, şəhid elçin işdən gələn kimidir, birinci o ailəyə baş çəkirdi. Qızları var, o evin oğlu yoxdur. Anası da deyirdi, ki, mən bilmirəm, sən onların oğlusan, ya mənim oğlumsan. Dedi, anam, narahat olma, sənin oğlun var, onda oğlu yoxdur, istəmirəm qızları dükan bazara göndərsin. Ona görə birinci ora baş çəkirəm ki, onun oğlu yoxdur. Peyğəmbər gəlib deyəcək, bu insana nə deyəcəkdi? Həzrət Əli ilə sanki bu insana nə deyəcəkdi? Bu şəhid olmalıdır, elə. Bu şəhid kimi yaşayır, bu fədakarlıq edir. Kimin məhəbbətindən ölürsənsə, mütləq bir gün çatacaqsan ona. Mütləq. Allah tutub əlindən aparacaq. Şəhid Samir İmam Hüseyin əleyhissalam məhəbbətindən ölürdü. Ölürdü İmam Hüseyin ağa üçün. Və deyirlər, o ki, hərbidə işləyirdi, xüsus təyinatlıydı, gəlirdi və o 1-2 saat, 3-4 saat vaxt olurdu, 2 gün vaxt olurdu, bütün qohum, əqrabanı gəzirdi, baş çəkirdi, kimin arasında soyuqluq varsa araşdırmağa çalışırdı. Özü də İmam Hüseyin üçün ölürdü. Anası deyir ki, namaz qılandan sonra, namazdan sonra gördüm otaqdan geç çıxır, Şəhid Samirin anası danışır. Gəlirdim qapıya görüm, bu niyə bu qədər, namaz bu qədər çəkməz, görüm, ağlaya-ağlaya yalvar Allaha ki, nə olar, məni şəhid elə, qoş İmam Hüseynin şəhidlərinə. Onun dostu danışır ki, Şuşaya qalxırdıq, danışmışam mən bunu. Şuşaya qalxırdıq, artıq çətin vaxtlar idi, istirahat edirdik bir 5-10 dəqiqə, Şəhid Samir getdi yuxuya, hərəmiz bir işlə məşğul idik. Getdi yuxuya, yuxudan həyəcanlı şəkildə ayıldı. Dedi bizə ki, məni halla eləyin, mən şəhid olacağım. Dedim, elədi, mən inşallah qələbə çalaraq falan. Dedi ki, yox, İmam Hüseyni yuxuda gördüm. Dedi, mənə ki, az qalıb gəlirsən, səcdələri uzat, qoşul bizə. Deyir, getdi səcdəyə, ağlaya-ağlaya. Elə qalxdıq, bir namərd gülləsi bu hissəsindən dəydi, şəhid oldu. Görürsünüz. Elə bilməyin, biz çatmayacağıq, biz çatacağıq. Biraz cəhd etmək lazımdır. Bütün hər işimizi yığmalıyıq Allahın sevgi ipinin üzərinə. O ipin üzərinə hansı əməl qoyulmasa gedəcək, heç olacaq. Onu saxlamaq olmayacaq. Belə deyim də, heç olub sizin üçün bir nəfər sizi sevindirib, heç olub deyəndə ki, olar.
bir nəfər sizi sevindirib, elə sevindiribsiz ki, ondan sonra nə qədər sevincilər gəlirsə, o sevinci əvəz eləmir. Başa düşməyimiz üçün deyirəm, Allah bəzi insanların bir əməlindən elə şad olur ki, elə razı qalır ki, başqa nə pis iş də görsələr də onlar o yaxşını apara bilmir.